Salam əziz dinləyicilər. Bugünkü verilişimizdə ən vacib və müasir bir məsələlərdən birinə toxunacağıq. Bu mövzunun adı sosial media əxlaqı və rəqəmsal məsuliyyət adlanır. Hamımıza məlumdur ki, müasir dövr, müasir texnologiya günü-gündən inkişaf etməkdədir. Bu sürətli şəkildə baş verir. Hətta deyərdim ki, cəmiyyət tam olaraq da ayaqlaşa bilmir. Bugünkü cəmiyyətin bu sürətli addımlarına tabe olmaq və onları hətta etika, məsuliyyət və əxlaq prizmasından dəyərləndirmək, deyərdim ki, günün ən vacib və ən əhəmiyyətli mövzularından biridir. Bəzən cəmiyyətdə bir məsələni realda etmək daha çox günah etmiş, günah məsuliyyəti doğurur. Nəinki onu virtual aləmdə edilməsi. Bu da cəmiyyətdə bu məsələlərə qarşı insanların məsuliyyətsiz davranmalarına və əhəmiyyət vermədən bununla yaşamalarına səbəb olur. Bu gənclərlə hansı şəkildə davranmaq lazımdır? Hansı şəkildə İslam öz inkişaf yolunu göstərə bilər? Müasir dövrdə mən deyərdim ki, çox məsələlərdə, çox prinsiplərə əməl olunmur. Hansı ki, o məsələlər əxlaq kitablarında, normativ, etik normativ kitablarda qeyd olunub, amma məhz bu məsələnin bugünkü sosial media tərəfi unudulur, yaddan çıxır. Nədən yaranır? Nəyə görə sosial mediada edilən bu işlər hansı ki, real həyatda edildiyi kimi başa düşülmür? Real həyatda hər hansı bir yalan danışılırsa, real həyatda kimsə sosial media üzərindən kiməsə qarşı böhtan atırsa, qeybət edirsə, yalan danışırsa, təhqirlər yağdırırsa, nəyə görə isə bizə bir təlqin var ki, biz sanki elə hesab edirik ki, bu realda baş vermədiyi üçün elə bir əhəmiyyət kəsb eləmir. Mahiyyət olaraq elə bir böyük bir mahiyyət daşımır, mahiyyət kəsb eləmir. Bu, bəlkə də elə sosial medianın üzərindən mən deyərdim ki, ciddiyə almaq istədiyimiz məsələlərin yüngül sayılması üçün qurulub. Ki, getdikcə insanlar bu məsələlərə yüngül şəkildə baxılsın deyə bu məsələlər üzərindən insanlarda belə bir fikir yaranır, belə bir düşüncə yaranır. Və görürsən ki, sonra həmin o şəxs ki, virtual aləmdə bu məsələləri ciddiyə almır deyə, real aləmdə də artıq bunun həyatına sirayət eləməyə başlayır. Real həyatda da məsələlərin məsuliyyət tərəfini göz ardı eləyir. Hansı aspektlərdən məsələləri dəyərləndirmək olar? Hansı məsələlərlə cəmiyyətə mən deyərdim ki, tövsiyələr etmək olar? Hansı tövsiyələrlə məsələlərə yanaşılsa, sosial media əxlaqı yarana bilər? İlk növbədə insan sosial media daxil olmadan öncə 3 məsələni üzərində dayanmalıdır. İnformasiya ilə davrandığı zaman 3 məsələnin üzərində qəti şəkildə dayanmalıdır. Birinci məsələ budur ki, mənim paylaşdığım informasiya olsun, mənim hansısa bir paylaşımım olsun, mənim hansısa bir məsələyə bildirdiyim münasibət olsun. İlkin növbədə bu olmalıdır ki, bu doğrudurmu? Nə qədər mən məsələlərə doğru yanaşıram? Bu birinci məsələ. İkinci məsələ, mənim paylaşımım, mənim informasiya ötürücülüyüm nə qədər cəmiyyət üçün faydalıdır? Mən nə qədər faydalı iş görürəm? Əgər mən real həyatda bu məsuliyyəti daşıyıramsa, eyni zamanda virtual həyatda da, virtual məkanda da
sosial media üzərində də mənim belə bir məsuliyyətim var. O faydalılıq nəzərə almalıdır ki, mənim paylaşdığım informasiyanın cəmiyyətə hansı faydası var? Cəmiyyətə, insanlara və yaxud məsələn mən deyərdim ki, öz dostumuza, öz tanışlarımıza, öz çevrəmizə hansı bir faydalılıq əmsalı daşıyır? Üçüncü məsələ budur ki, mən bunun bir inanclı olaraq, bir iman əhli olaraq Allah qarşısında bunun məsuliyyətini daşıya bilərəmmi? Bunun cavabını verə bilərəmmi? Bu çox önəmli bir məsələdir. Bu üç məsələ demək olar ki, necə bizim real həyatda əməllərə, davranışlarımıza yön verdiyi kimi sosial mediadakı paylaşımlarımıza yön verəcək. Onları mən deyərdim ki, düzgün şəkildə şəkilləndirəcək, istiqamətləndirəcək. Amma baxırsan, görürsən ki, bugün cəmiyyətdə daha çox izləyici toplayan kütlə, mən deyərdim ki, daha çox sərbəst fikir bildirilən bir platformadır. Məsələn, əgər sən orada özünü sərbəst hiss edirsən, o mənada ki, istənilən sözü deyə bilərsən, istənilən fikri paylaşa bilərsən, heç bir məsuliyyət hissi duymadan. Hətta mən deyərdim ki, bəzi platformalar var ki, indi əlbət ki, bundan belə deyək, mənim bildiyim qədər müəyyən mənada bu məsələlər bəzi sosial mediada filtrlənir, bəzi sosial mediada bu artıq platformaların rəhbərləri tərəfindən müəyyən bir qanunlar çərçivəsinə salınır. Amma ilkin mərhələdə görürsən ki, çox boşluqlar olur. O boşluqlar nəticəsində artıq xüsusi sosial media fenomenləri öz işlərini görə bilirlər. Gördükləri zaman nələrə nail olunur? Məsələn, mən deyərdim ki, bəzən cəmiyyətdə xüsusi şəkildə bəzi insanlar, sosial media fenomenləri özləri imkan yaradırlar ki, onların izləyici sayı artsın deyə, baxış sayı artsın deyə, onlar xüsusi gəlirlər qazansınlar deyə, sosial media üzərindən insanların onları, hətta deyərdim ki, təhqir etmələrinə belə şərait yaradırlar. Yaradırlar ki, sən rahat şəkildə məni tənqid elə, tənqid indi biz başa düşürük, təhqir eləyə bilərsən. Nəhayətdə bu şəxsin izləyici sayı artmış olur. Bu şəxs, məsələn, deyək ki, sosial medianın qanunlarına uyğun olaraq daha çox bir cəmiyyətə çata bilir. Məsələn, daha çox hansı, belə deyək, cəmiyyətdə daha çox nələr baxış əldə edir. Kimsə kiminləsə ağır şəkildə danışırsa, kimsə kimisə təhqir edirsə, kimsə kiminlənsə, məsələn, müəyyən mənada ağır bir polemika aparırsa, bunlar nəyin nəticəsindədir? Və iki səbəb var. Bir səbəb bundan ibarətdir ki, bunlar artıq bir növ həmin o cəmiyyətin zəruri hissəsinə çevrilir. Cəmiyyət artıq bu qidanı tələb edir. Bir mənada da belə qəbulləmək olar ki, əgər sən cəmiyyətə düzgün şəkildə informasiya ötürsün, cəmiyyəti bundan qidalandırsan, daha çox bunun üzərindən insanlarda tələblər yaranacaq. Bu baxımdan sosial mediada həm izləyicinin, həm çıxış edənin, həm hansısa bir paylaşım edənin, hər ikisinin belə deyək, məsuliyyəti var. Birinci məsuliyyət budur ki, dil məsuliyyəti, danışıq məsuliyyəti, nitq məsuliyyəti ki, belə deyək, Quranın təbirincə desək ki, onları saxlayın, onlar məsuldurlar. Və yaxud Quran-ı Kərimin baxırsan başqa ayələrinə görürsən ki, o insanların ki, duyğu orqanları var, dil, göz, qulaq, bunlar məsuliyyət
vasitəsi olduğu qeyd olunur Qurani-Kərimdə. Yəni dil də bir məsuliyyət daşıyır. Göz də bir məsuliyyət daşıyır, qulaq da bir məsuliyyət daşıyır. Və bəzən biz İslamı öyrəndiyimiz zaman, İslam prinsiplərinə baxdığımız zaman bəzən biz müəyyən çərçivələrə salırıq dini. Məsələn, fikirləşirik ki, Peyğəmbərimizin zamanında nələr Peyğəmbər buyurubsa din ondan ibarətdir. Misal üçün, Peyğəmbər zamanında hədislər var ki, qeybəti hansı şəkildə eləyirsən? Real şəkildə bir insan başqasının qeybətini deyir. Dillə məsələn buna böhtan atır və yaxud yalan danışır. Biz bunu o zaman çərçivəsində gördük ki, bir zamanda real şəkildə baş verir. Amma biz prinsipləri saxlamalıyıq ki, prinsiplər qalsın yerində. Amma format dəyişilib müasir zamanda. Müasir zamanda artıq format dəyişildiyi üçün yeni bir üslubda təbliğ olunmalıdır. Yeni bir üslub gətirilməlidir. Onun üçün kitab öz yerində qalır. Peyğəmbərin gətirdiyi kitab, yəni mərifət, yəni elm öz yerində qalır. Amma hikmət dəyişilə bilər. Hikmət zamana, məkana, hansısa bir cəmiyyətə, o cəmiyyətdə olan dünya görüşünə, insanların fəhminə uyğun olaraq dəyişə bilər. Metodiki baxımından dəyişilə bilər. Və bu dəyişilsə, heç də dinin dəyişilməsi hesab olunmayacaq. Əksinə elə dinin də insanlardan istədiyi budur. Din mütəhərrik olduğu zaman, daim hadisələr zəminində inkişaf etdiyi zaman, özünü islah etdiyi zaman daha düzgün din olar. Yəni dini düşüncə baxımından. Məsələn, dinin ana prinsiplərdə biz dediyimiz zaman, din dedikdə biz ana prinsiplər deyirik. Amma dinin bir zamana, bir dövrə uyğunlaşması, əlbəttə ki, bunun Peyğəmbər tərəfindən, Allah tərəfindən nazil olan ana prinsiplər demək deyil. Yəni biz o ana prinsiplərə toxunmuruq. Onlar toxunulmazdır. Amma həmin ana prinsiplərin öz dövrünə, öz cəmiyyətinə uyğunlaşması, öz cəmiyyəti tərəfindən qəbul olunması üçün bu prinsiplərin islah olunmasına ehtiyac var. Ona görə müasir dövrdə insanlar, xüsusən ilahiyyatçılar, xüsusən ruhanilər, dinşünaslar bu məsələnin üzərində dayanmalıdır ki, daha çox cəmiyyət hansı platformalardan istifadə edir? Hansı platformalarda bu günah əməllərə yol verir? Və insanın həyatının nə qədəri bu platformalarda keçir? Mən deyərdim ki, əksər hissəsi. Bu günləri statistika bunu göstərir ki, insanlar, məsələn, mən özüm müşahidə eləmişəm ki, məsələn, həftəlik ki, statistika belə deyək də, məlumatları olur ki, onu deyək ki, bir insanların smartfonlarına gəlir, sən onu görə bilir ki, nə qədər sosial media platformasının hansı növlərindən istifadə edir. Baxırsan, görürsən ki, nə qədər bu insan həyatının da belə deyək də, xərclənməsidir. İnsan həyatının yaxşı və pis mənada, müsbət və mənfi mənada insan həyatının bir hesabatıdır. İnsan öz həyatını bundan hesabat çəkə bilər. Baxıb görə bilər ki, nə qədər mən öz ömrümü bu platformalarda həsr edirəm. Əlbəttə ki, bir də görsən, məsələn, daha faydalı məlumatlar alır, faydalı şəxsləri dinləyir. Məsələn, deyək ki, məsələn, öz sağlamlığı üzərindən hansısa bir kanalı izləyir. O kanalda sağlam yaşamaq qaydalarını öyrənir. Hansısa bir psixoloqu dinləyir, psixoloqdan müəyyən göstərişlər alır. Onunla bağlı
onunla bir faydalı biliklər qazanır. Və yaxud görürsən ki, müəyyən bir ruhani kanalları izləyir, ruhani kanallardan özü üçün müəyyən faydalı informasiyaları ala bilir. Baxıb görürsən ki, deyək ki, yerli olmayan xarici platformalardan çoxlu informasiyalar götürə bilir. Əlbəttə ki, bunlar var. Mən demirəm ki, bunlar yoxdur. Bunlar var. Amma insanın bir sosial məsuliyyəti olduğu kimi bir fərdi məsuliyyəti də var. İnsan öz fərdi məsuliyyətini sosial məsuliyyətinə qurban verməməlidir. Hər birini öz kontekstində dəyərləndirməlidir. Məsələn, mən baxmalıyam, görməliyəm ki, mənim Allah qarşısında hansı fərdi məsuliyyətim var? Allah məndən nə istəyir? Mən Allaha hansı hesabı verəcəm? Ömrümü harda keçirdin? Allah səni harda görmək istəyirdi? Sən isə öz, belə deyək, yaşayışını harda təmin elədin? Bunlar hamısı insanların həyat hekayəsini tənzimləyir. Həyat hekayən artıq bunlardan ibarət olur. Bu baxımdan insan özü-özünü hesaba çəksə, bir növ getdikcə internet, sosial media bağlılığını azaltsa, mən deyərdim ki, bu günləri informasiya bolluğu da insana çox lazım deyil. İnformasiya bolluğundan çox bugün insanların bildiklərinə əməl etməsi şərtdir. İnsan məhdud çərçivədə müəyyən şey bilə bilərsə və o məhdud çərçivədə bildiyi şeyə də əməl eləyərsə, inandırım səni Allahın qarşısında öz məsuliyyətini ödəmiş olar. Allah insandan çox şey istəmir. Səndən çox da ensiklopedik bir biliyə malik olmağı tələb eləmir. Bəzən insanlar, yenə deyirəm, o sosial medianın təlqinidir, yəni nədən irəli gəlirsə, insanlar görürsən ki, bu sosial media üzərindən çoxlu informasiya toplamağa başlayır. İstəyir ki, mən dünyanın hər bir məsələsindən xəbərdar olum. Bizim belə bir məsuliyyətimiz yoxdur. Bizim belə bir öhdəliyimiz də yoxdur. Belə bir öhdəlik daşımırıq ki, mən durum bu öhdəliklə öz həyatımı tənzimləyim. Yox. Biz, yenə deyirəm, öz məsuliyyətimizi təyin eləməli, o məsuliyyət çərçivəsində də Allahla rabitəmizi qurmalıyıq. Müəyyən qədər də sosial mediaya fikir və diqqət ayıra bilərik. Amma həyatımızın bütün hissəsini sosial mediada keçirsək, bu bizim həm psixoloji durumumuza, həm ruhi durumumuza, həm də iman məsələlərimizə, belə deyək də, mənfi mənada böyük bir əhəmiyyətli dərəcədə təsirini göstərmiş olacaq. Təhiyyətəlləkum və səlamu aleykum.